Putinin sözlərini yerə vuran Rusiya rəsmisi. Bakı təkid eləyir. Moskva isə həqiqətləri gizlədir. Rusiya-Ukrayna müharibəsi digər məsələlərlə yanaşı, Rusiya elitasında yeni problemləri də üzə çıxardı. Məlum oldu ki, bəzi dövlət qurumlarının rəhbərləri üçün Vladimir Putinin bəyanatları və vədləri sadəcə boş sözlərdir. Məmurların davranışından belə görünür ki, Rusiya prezidentinə nəinki qulaq asmamaq, hətta onun dediklərini təksib eləmək və göstərişlərinin əksinə hərəkət eləmək olar. Bu cür davranışın bariz nümunəsini 25 dekabr 2024-cü ildə Azal təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işini bağlayan Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrykin nümayiş elətdirdi. Artıq bir ildir yaşananlara ədalətli qiymət verilməsinə çalışan Azərbaycan, Rusiya İstintaq Komitəsinin bu addımına hələ ötən ilin sonunda öz etirazını bildirmişdi. Ölkənin Xarici İşlər Naziri Ceyhun Bayromov bəyan edib ki, Rusiya İstintaq Komitəsi Azərbaycana məzmunu təəccüb doğuran məktub göndərib. Məktubda cinayət işinin artıq dayandırıldığı qeyd olunurdu. Şübhəsiz ki, belə bir addım bizdə çox ciddi suallar doğurur deyə Bayromov bildirib və əlavə edib ki, Azərbaycanın müvafiq qurumları həmin məktuba cavab veriblər. Azərbaycan tərəfi gözləntilərində həm faciədən dərhal sonra aşkar edilmiş danılmaz faktlara, həm də Vladimir Putinin etiraflarına əsaslanır. Putin bu etirafları 9 oktyabr 2025-ci ildə Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə səsləndirmişdi. Məhz həmin görüşdə Putin Azal təyyarəsinin Rusiya hava hücumundan müdafiə kompleksi tərəfindən Grozny üzərində havada buraxılmış 2 raketin hücumuna məruz qaldığını açıqlamışdı. Putinin sözlərinə görə hücum qəsdən olmayıb. Hava hücumundan müdafiə Ukrayna dronlarını vurmaq istəyib. Lakin bu faciənin miqyasını azaltmır və həlak olanların yaxınlarının acısını dindirmir. Putin açıq şəkildə vəd eləmişdi. Şübhəsiz ki, belə hallarda, belə faciəli hallarda lazım olan hər şey Rusiya tərəfindən kompensasiya ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Lakin görünür Aleksandr Bastrykin öz prezidentinin mövqeyi ilə tanış olmağı lazım bilməyib, yaxud artıq ehtimal etdiyimiz kimi Vladimir Putinin əmri onun tabeliyində olan bu şəxs üçün heç bir əhəmiyyət kəsb eləmir. Əks halda Rusiya səmasında mülki təyyarəni vuran məsul şəxslərə qarşı cinayət işinin bağlanmasını necə izah eləmək olar? Rusiya İstintaq Komitəsi rəhbərinin qərarlarının adekvatlığına dair daha böyük şübhə onun Azərbaycanın baş prokuroru Kamran Əliyevə göndərdiyi məktubla tanışlıq zamanı yaranır. Cinayət işinə xitam verilməsinin səbəblərinin güya qeyd olunduğu məktubun mətni Bestarmazov Telegram kanalında dərc edilib. Hava şəraiti, bulutluluq səbəbindən 2 uğursuz cəhddən sonra ekipaj Grozny hava limanına eniş eləyə bilməyib, başqa hava limanına yönəlməyə qərar verib və təxminən Moskva vaxtı ilə saat 9:28-də Aktau hava limanına eniş zamanı yerə çırpılıb. Bu hava gəmisinin dağılmasına və yanğına səbəb olub. Nəticədə 38 nəfər həlak olub, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. İstintaq nəticələrinə və əldə edilmiş sübutların məcmusuna əsasən cinayət işinə xitam verilib deyə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri bildirib. Bastrykinin onu vəzifəyə təyin edən Rusiya prezidentinin rəyi ilə qətiyyən hesablaşmadığını artıq anladıq. Lakin Rusiya İstintaq Komitəsinin qəza səbəbləri barədə rəyinin beynəlxalq komissiyanın ilkin araşdırma nəticələri ilə kökündən zidd olması Aleksandr İvanoviçdə məntiqi təfəkkürün tamamilə yoxluğundan xəbər verir. Halbuki komissiyanın tərkibində Qazaxıstan, Azərbaycan, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Braziliya ilə yanaşı Rusiyadan da mütəxəssislər var. Qazaxıstan Nəqliyyat Nazirliyinin açıqladığı beynəlxalq komissiyanın aralıq hesabatında qeyd olunur ki, ekspertiza təyyarənin bortunda heç bir partlayıcı maddə aşkar eləməyib. Hətta oksigen balonları da partlamayıb. Qəzaya uğramış təyyarənin qalıqlarında xarici təsir izləri aşkar olunub. Qazaxıstan tərəfinin rəyinə görə hava gəmisinin zədələri döyüş başlığının zərbə elementləri ilə yaranıb. Bundan əlavə, 2 nömrəli hidravlik sistemin borusunun trasoloji ekspertizası da xarici müdaxiləni göstərir. Araşdırma nəticəsində boruda dəmir əsaslı metal ərintisindən hazırlanmış xarici obyektlərin yaratdığı deşiklər aşkar olunub. Lakin Bastrykin beynəlxalq komissiyanın ilkin nəticələrini gözləməyi lazım bilməyib. Onun müvafiq məktubundan belə görünür ki, Rusiyalı nəinki öz və beynəlxalq mütəxəssislərinə, hətta Azal mülki təyyarəsinin Rusiya səmasında vurulduğunu etiraf edən öz prezidentlərinə də inanmır. Əks halda Putin niyə günahkarların tapılıb cəzalandırılacağını vəd eləyirdi? Qanunları, insan haqlarını və elementar humanist dəyərləri dəfələrlə tamamilə görməzlikdən gələn quruma rəhbərlik edən Bastrykindən başqa nə gözləmək olar ki? 2025-ci ilin iyununda Yekaterinburqda Rusiya Milli Qvardiyasının, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti tərəfindən
Azərbaycanlıların mənzillərinə edilən hücum zamanı 2 nəfərin öldürülməsi Rusiya İstintaq Komitəsi tərəfindən ürək tutması kimi xarakterizə olunmuşdu. Halbuki sonradan Azərbaycanda aparılan məhkəmə tibbi ekspertizası göstərdi ki, Hüseyn Səfərov çoxsaylı qabırğa sınıqları və digər xəsarətlər fonunda posttravmatik və posthemoragik şokdan ölüb, qardaşı Ziyəddin isə posttravmatik şokdan həlak olub. Yəni hər iki qardaş saxlanılarkən döyülərək öldürülüb. Amma Bastrikinin yalnız öz həqiqəti var və heç bir sübut nə dərəcədə dürüst olmasından asılı olmayaraq onun mövqeyini dəyişə bilmir. Bununla belə Beynəlxalq Komissiya Qazaxıstanda işini davam elətdirir və Azərbaycan Bastrikinlərin Qrozni səmasında buludlarda itib batan məntiqinə baxmayaraq Azal təyyarəsinin qəzada həlak olan qurbanları üçün ədalət axtarışını davam etdirəcək.